Salam Mehriban xanım. Bu günləri biz bilirsiniz nə üçün gəlmişik. Bu günləri xəbər media hazırlayıb ona görə gəlmişik ki, çox insana maraqlıdır ki, siz əvvəl Samir Bayramı ilə verilişi aparırdınız. Bugün ayrılmısınız. Bəli. Sizin birinci sualım odur ki, yəni Samir Bayramından belə aranızda nəsə olub ayrılmısınız, gəlib verilişi açmısınız, yoxsa necə? Əvvəla salam, xoş gəlmisiniz. Xoş gördük. Yox, Samirlə heç bir şəkildə aramızda bir münaqişə yaşanmayıb. Və Samirlə mən artıq 6 il idi ki, birlikdə çalışırdım. Son bir ili də birlikdə tavsiyəlmə proqramını idarə edirdik. Hal-hazırda da mən öz efirimi, öz layihəmi açmışam, gördüyünüz kimi də. Mən öz proqramımda davam edirəm, Samirdə. Dostluğumuz yenidən yəni yerindəcə qalır. Toylarımız, məclislərimiz yenə birlikdəyik, amma efir olaraq tamam fərqli layihələrlə çalışırıq. Bugün gün maşallah olsun, yəni siz gündəmdəsiniz, sizin veriliş gündəmləri gəldi, sizin verilişə gələn qonaqlardan da bəllidir. Evet. Amma ki siz əvvəl Samir Bayramlı ilə efir aparanda beləncə deyildiniz, yəni bu qədər gündəmdə deyildiniz, bu qədər Hər tanınmırdınız. kəsin verdiyi sual ki, yəni o zaman mən danışmırdım, kölgədə qalırdım. Doğru mu? Danışmırdınız, yəni kölgədə qalırdınız həqiqətən də, yəni çox tanınırdınız, amma bu qədər tanınmırdınız da. Ona görə ki, Samir orada ev sahibidir. Mən onun yanına təcrübə üçün, praktika üçün çox vaxt danışmamağımın səbəbi o demək olmayıb ki, mən heç nə bilmirəm, danışmaq istəmirəm. Sadəcə olaraq mən dinləyib praktika, təcrübə yığmaq üçün, həm də ev sahibi Samirdir də, onun sözünün qarşısına hansısa bir sözü demək artıq qonaq olan bir kəsə düşməz. Çox sağ olun, müsahibə edildiniz üçün. Təşəkkür edirəm, çox sağ olun, çox sağ olun.